Dostlar, hamıya salam. Sizinlə Nanula Smr'dir. Bizdə bu günləri pizzadır. Çox insanlar yazırdı rəylərdəki pizza buyurun. Burada acılı sosdur. Burada hansısa bir qarışıq sosdur. Mənə sushi premium göndərmişdi. Acılı biber, salami, kalbasa, sevimli dad, kübardır bu. Bu da Svalyanın pendiridir. Kəsilmiş xiyar, pomidor, duzdur. Turşularımız və burada ayranımız. Dəhşət çox acam. Bunu yemək istəyirəm. Bunu yeyin. Bunu götürmək istəyirəm. Çox qəşəngdir. Çox tatlıdır. Çox insanlar deyirdi ki, çək. Gəlin bunu nereye yığışdıraq ki, mənə rahat olsun. Yeməyə. Çox dadlıdır da, çox. Nə qədər çox rəy yazırsınız, like edirsiniz, mən o qədər də video daha çox çəkmək istəyirəm. Uca dayana bilmirəm sizə video çəkməyəm. Valla çünki aktivliyi görürəm. Bu da mənə konkret güc verir. Bu pendir de Como pendiridir. Como. Həmişə soruşurlar, ona görə. Burada acılı sosdur. Ne oluyor? Özü dəhşət çox acılıdır. Çox tatlıdır pizza. Dəhşət. Pizzanın resepti vloglarda var. Bakı yazıb ki, həyat belə davam etməyəcək ki, baxın, ananız sizin üçün bişirir, yuyur, yığışdırır, dərdini bölüşür. Siz olmasaydınız, həyat mənasız olardı. Hər kəs mükəmməl olmur. Sənin indi seçən vaxtın deyil, yaş gedir, sənin ana olmağın var. Mənə ən çox toxunduran odur ki, sənin indi seçmək vaxtın deyil. Belə pis çıxmasın, mənə nə olub ki? Əyriyəm, müyrüyəm. Mənim elə əsl seçmək vaxtımda. Hər şeyim var. Qarşıdakı insandan da onu tələb eləyirəm. İnsanlar ana 40 yaşında da olur. Harasa qaçmağın mənasını görmürəm. Tez ərə gedənlər nəsə yaradıb. Mənim anam da 30 yaşında ərə gedib. Dünya deyəsəm çökmədi, mən də oldum yəni. Anam pişirir, edir. Yəni bunların hamısı mən də bacarırım, üstəlik kömək də edirəm. Mama prosta hesab edir ki, əgər o mətbəxdədirsə 100 nəfərin mətbəxdə olmağın mənası yoxdur. Seçmək vaxtın deyil, yəni kim oldu gedə, elə çıxır. Elə bir dünya yoxdur. Üstəlik də sizə kim dedi ki, yəni mən dəhşət ana olmaq istəyirəm. Yəni qaçıram. Hamı məncə ana olmaq məcburiyyətində deyil. Mən ancaq öz sevdiyim insandan ana olmaq istəyərəm. Boş-boşuna ərə verdilər, ondan uşaq olsun, tək olsun, mənə lazım deyil. Ana olma istəyim mənə görə, mənim düşüncəmə görə, ərə gedirsən, sevirsən həmən insanı, həmən insanın uşaq dünyaya gətirmək istəyirsən. Mənim həyatımda heç kim yoxdur.
Ona görə oturum mən necə deyim, mən uşaq istəyirəm. Kimdən? Ərə getməmişəm. Bu neçəncisi əsrdə qalmış düşüncələrinizi çox xahiş edirəm. Məndən götüzdürün. Öz həyatınızı təbliğ eləyin belə düşüncələri. Çünki mən belə düşüncələrlə yaşamıram. Sən seçən vaxtın deyil. 28 yaşım var. Necə 18 yaşındakı seçir ancaq. Mən həmən dövrdə oxumaqla məşğul idim, yəni. Bu nə düşüncədir? Sizin ağlınızda qızın 18 yaşı varsa, ərə gelməlidir. Yenə də təkrar edirəm, bizdə belə düşüncə yoxdur. Halam balama getməkdənsə mən heç getmərəm ərə. Ona görə oturub mənə boş-boş belə rəylər və yaxud da məsləhətlər vermək lazım deyil. Mənim öz anam mənə belə məsləhət vermir. Çünki bilir ki, necə insanlar var. Mən həmən insanla həyatımın sonuna qədər yaşayacağım. Siz oturursun, sən mən deyirsən ki, sənin indi uşaq dünyaya gətirmək lazımdır. Sən mən maraqlı olacağım, sonra əziyyət çəkəndə. Vecivə də olmayacağım sən necə. Bu nə məsləhətdir mən verirsən? Küçədə falan qalmamışam. Svalyanın pendirləri, bu kəsilmiş, çox sevirəm. Mənim ailəm məni çox sevir. Evdə qalaram, özüm qalaram. Bizim nə qədər tanışlarımız var, 35'lərə gediblər. Heç kim də çökmədi, təsəvvür elə. Çox da yaxşı ilə gediblər. Öz istəklərinizi falan mənə etməyin. Hamı yəni sizin düşüncə ilə yaşamaq məcburiyyətində deyil. Siz ana olsanız bilmirəm, ya da ata kişi, siz qadınsız bilmədim. Təsəvvür edirəm uşaqlarınızı necə konkret tutacaqsınız ki, yəni vaxtındır, seçmək vaxtın deyil. Kimə gedirsən get. Nə bilməyim. Yaxşı işlərlə məşğul olmayana, nə, kim olursa olsun, evdə qalmısan, get. Çürümsən uca. Köyünə, o birisi insanın fikri, o həyatı sizə o qədər niyə maraqlıdır? Seçmək vaxtı deyəm. Gözəl qızam. Dil biliyim var, işim var. Evim var. Mən seçməyim, kim seçəcək? Mən öz ailəmə yaraşan biri ilə ailə həyatı quracağım. Ona görə zəhmət olmasa çox xahiş edirəm, mənə ağıl verməyə ehtiyacı yoxdur bu cəhətdən.
Yəni elə bil ki, mən öz evimi özüm yığa bilməyəcəm. Yəni ər olmalıdır ki, mən bu evi yığım. Və yaxud da ər olmalıdır ki, mən ev yığışdıram. O olmasa da mən bunların hamısını rahat eləyə bilərəm. Narahat olmayın. Mən elə qadınlardan deyiləm, qızlardan deyirəm ki, ərə bağlanan ər olmasa ayağını belə qaldıra bilmir ki, getsin marketə və yaxud da nəsə yusun, eləsin. Hə, ər yoxdur, eləmirəm. Məndə elə şey yoxdur. Subay qızam, tökülməmişəm. Belə qızım pis çıxmasın. Elə qızlar var ki, onlar seçirlər. Mənə nə olub, mən niyə seçməməliyəm? Yəni mən açıq sözlüyəm. Bəlkə də bu sizə xoş olmaz. Deyirsiniz ki, mən özümdən razıyam, olsun özümdən razıyam. Mən özümdən razı olmasam, məndən kim razı olacağı? Hər qız az da olsa göstərir özündən razılığı ya da göstərmir. Mən də bunu göstərirəm. Kimə xoş deyil? Bu mənim həyatımda. Mən öz həyatıma kim gəldi, salmayacağım həmən insana. Eliş bu bütün aləm toyda rəqs elədin, raqqı çıxıd vursun, sonra qapılar bağlanacaq, həmən insandan bir evdə mən qalacağım. Nə sən, nə rəydə heç kim yazan, heç kim mən. Mən yaşayacağım bu atmosferdə. Mən isə belə yaşamaq istəmirəm. Mən axı sən demirəm, bu stolun qiyməti 25 manat çıxdı. Mənə ver. Sən maraqlı deyil, mən bunu hardan çıxardıb çəkirəm, düzdür? Amma sən mən həyatıma burnumu salıb deməyə ki, sən ərə getməlisən, sənin vaxtında onu edə bilirsən. Gəl mənim işıq pulumu, qaz pulumu, hər şeyimi də ödə də, belə yəni hər şeyə qarışırsansa. Yoxsa burun salmaq eminə burada burun salırsan, lazım deyil, ehtiyac yoxdur. Hər şeyi necə özüm eləyirdimsə, elə də hər şeyi özüm eləyəcəm. Yəni sən olmadan. Düzdür? Bugün sən varsan, yazırsan bunu, sabahları sən heç olmayacaqsan. Heç deyəcəksən, Nanul Vaşı kimdir? Okay? Mən isə yəni özümdə ömrü boyu özümdən qalacağım və özümə nə seçimə eləmək istəyirəm, özüm qərar verəcəm. Nə sən yox, nə filan kəs yox, nə o birisi yox, nə bu birisi yox. Okay? So, bu qədər. Mən başa düşürəm, hansılar ki, deyir ki, ərə gedə bilərsən, ucu belədir. Amma hansı ki, mənə deyir, sənin seçmək vaxtın yoxdur. Yəni, sən seçmə halında deyilsən də indi. Və mən bu toxundurdu. Əgər bunu deməsəydi, cümləni başqa cür qurmuş olsaydı, bu ucu başqa məsələ. Bunsan başqa şey deyilmək istəyir ki, sən ucu qocalmısan, sən ucu vaşı heç kimə lazım deyilsən. Yəni, sən kim gəlib qapıva döysə, sən ucu deməlisən ki, mən gəlirəm. Kimdir, nəçidir və civə olmalıdır, niyə? Olmamalıdır. Həmən şəxs güya mənim kimdir, nəçidiyimi bilmədən mənim gəlib qapımı döyəcək, bilib qalıb qapımı döyəcək də, mən də bilmək istəyirəm ki, mənim qapımı döyən kimdir. Ona görə xanımları alçaltmaq lazım deyil. Kişilər 40 yaşına qədər qartlananda heç nə demirsiniz. Qadın 28 yaşında deyirsiniz, seçmək vaxtın yoxdur. Ona görə stop elə, zəhmət olmasa. Bütün xanımlara, no. Uşaqlar, pizza demək olar yedim, bir dənə dilimim qaldı. Ayranımızı içdik. Burada bir damcı qalıb dibində. Xanımlar, hansılarınız ki, даже 50 yaşında evdə qalmısınız, Allah canınızı sağ eləsin. Başınızda ağ tük yoxdur, əminəm bax bundan. Ona görə kef eləyin. Adamınızı gedib 70 yaşında da pensiyon fondda taparsınız, narahat olmayın. Belə insanlara qulaq asmayın. Öpürəm sizi, bağrıma basıram, ölürəm sizin üçün. Köynə videoma baxmazsa bura baxırsınız, köynə videoma baxırsınız. Burada da loqom olacaq, ora basıb takip ata bilərsiniz. Sabaha da ya o biri günə də əzizlərim.